Türkiyədə qarşılaşdığım bir hadisəni dəyərli valideynlərin diqqətinə çatdırmaq istəyirdim. Bir gün bir parkda oturub dincəlirdim. Yaxında da, yanımda da bir yerlənçək var idi. Bir oğlan yerlənçəkdə yerlənirdi. Növbədə də bir 5-6 yaşında bir oğlan övladı gözləyirdi. Yəni ana da biraz kənarda telefonla danışırdı. Oğlanın bir anlıq növbə gözləyən oğlanın bir anlıq nəyəsə başı qarışdı. O yerlənçəkdən yerlənən oğlan təkrar düşüb təkrar yerlənçəyə mindi. Bunu görən oğlan, o 5-6 yaşlı oğlan bir qəzəb böhranı keçirdi. Ayağını yerə vurdu, az qaldı özün yerlərə atsın belə. Ana yaxınlaşdı, onun əlindən tutub mənim oturduğum oturacağa yaxın gətirdi, əyləşdilər. İlk əvvəl oğlunun başını sinəsinə qoydu. Oğlan hıçqıra bir dəqiqə, bəlkə də biraz daha çox ağladı. Biraz sakitləşəndən sonra başladı öz dilində söyləməyə ki, mən növbədə, bunları anladım ki, mən növbədə gözləyirdim. Oğlan gəldi, mənim növbəm idi, mən yerlənəcəyim, mənə imkan vermədi, mənə yerlənmək istəyirəm. Belə, o anası da başa düşürəm oğlum, sən yerlənmək istəyirdin, növbə sənindir, sən yerlənəcəkdin, ancaq oğlan gəldi. Yəni ana oğlunun duyğularını, fikirlərini təsdiq edir. Oğlu danışır, ana da bunları təsdiq edir, təqdir edir, başını baş işarəsi ilə təqdir edir. Biraz oğlu başını anasının sinəsinə saxlayandan sonra dedi, ana gedək, evə getmək istəyirəm. Ana biraz duruqdur. Yəni hiss elədim ki, ana bunu oğlunun belə bir reaksiyasını gözləmirdi ki, evə gedək. Biraz sakitləşdi ana, 1-2 saniyəli dedi ki, oğlum, sən növbədə dayanmısan, sən yerlənəcəksən, bu sənin haqqındır, sən bunu etməlisən. Əgər sən yerlənməsən, sən öz haqqından imtina etmiş olarsan. Burada bu yerlənçəkdən başqa da oturacaqları var, əyləncə yerləri var, başqa yerlər var. Orada da gedə bilərik, orada da əylənə bilərik. Bütün bunlar sənin haqqındır, sən bunu etməlisən. Niyə öz haqqından istifadə eləmirsən? Bəli, o sənin növbənə gedib sən yerlənməliydin. Sən öz haqqını müdafiə eləməlisən. Bir də ki, oğlum, mən də çıxmışam, mən də gəzməyə gəlmişəm, mənim də haqqım var, gəzmə haqqım var, mən də dincəlmək istəyirəm. Oğlu da diqqətlə dinlədi. Biraz sakitləşəndən sonra yenə elə bir ki, əvvəlki şən əhval-ruhiyyəsi bərpa olundu. Yəni gedib yerlənməyə başladı, öz növbəsini gözlədi, yerlənməyə başladı. Bu zaman, yəni bu qısa bir zaman kəsiyində ana öz övladına nəyi ötürdü? Ana çox diqqətlə, çox gözəl baxışları ilə, sevgi baxışları ilə övladını dinlədi, duyğularını ifadə etməsinə şərait yaratdı. Eyni zamanda övladına sənin bir haqqın var, sənin sərhədlərin var, sən öz sərhədləri heç kəsə imkan verməli deyilsən ki, pozsunlar. Sən də heç kəsin sərhədini pozmaya haqqın yoxdur. Eyni zamanda mən də bir insanım, mən də çıxmışam, mən də gəlmişəm, mən də dincəlməli istəyirəm. Sənin mənim də haqqımı pozmağa, sərhədimi pozmağa haqqın yoxdur. Biz hər birimiz bir fərdi, bir şəxsiyyəti, bir-birimizə hörmət etməliyik, bir-birimizə dəyər verməliyik. Yəni bu şeyləri, yəni bu fikirləri düşünürəm ki, qadın bu qısa zaman, bir neçə dəqiqəlik zaman kəsiyində övladını ötürə bildi və o övlad da bunları eşidib, yəni sakitləşdi, öz əvvəlki gözəl əhval-ruhiyyəsini bərpa elədi. Yəni bütün bu söhbət etdiklərimlə bağlı daha geniş məlumatı Valideynlərin Sevimli Dostu kitabından əldə edə bilərsiniz.